İlahi, əllərimizi naümid qaytarma. Amin deyən dilləri lal öldürmə. İlahi, bağışlamamış bizi bu dünyadan aparma. Dünyada İmam Hüseyin ağanın ziyarətindən, qiyamətdə şəfaətindən bizi binəsib eləmə. Bizi İmam Hüseyin ağanın həqiqi əzadarlarından qərar ver. Bu məclislərdə hər kim, hər nə növlə, nə vasitə ilə xidmət elədi, zəhmət çəkdi, hamısını dünya və axirət İmam Hüseyin ağadan ayrı salma. İzzətin xatirinə izzətimizi əlimizdən alma. Bu məclisdə iştirak edənlərin ürəklərində nə hacətləri var, nə dərdləri var, özün xəbərdarsan. Sənə and verirəm İmam Hüseyin ehtiramına, hamısının hacətlərini rəva elə. Bizi bu gecə İmam Hüseyin qapısından, bu evdən, öz evindən, məsciddən əliboş naümid yola salma. Kimlər ki bizdən dua istəyiblər, iltiması dua deyiblər, hamısının hacətlərini rəva elə. Bütün çətinliklərimizi, müşküllərimizi öz qüdrətli əlindən həll elə. Bütün xəstələrə, nəzərdə olan xəstələrə şifaya acil mərhəmət elə. Ömrümüzün axırınacan bizə halal minnətsiz ruzi mərhəmət elə. Bizi günbəgün bundan daha artıq bir-birimizə mehriban elə. İlahi, şeytanı bizdən uzaq elə. Bizim nəfs-i əmmarə şərrindən hifz elə. Tezliklə İmam Hüseyin əleyhissalamın ziyarətini bu il, hər il bütün arzusunda olanlara bu cəmə qismət elə. Ömrümüzün axırınacan halal minnətsiz ruzi mərhəmət elə.